Salam əziz şagirdlər. Növbəti sınavımızın video izahına baxırsınız. Birinci sualımızdan başlayaq. Daş dövrü və tunc dövrünü müqayisə etmək lazımdır Venn diaqramında. Ox və kaman ixtirası nəticəsində ovçuluğun yaranması. Deməli, bu ümumiyyətlə yanlış ifadədir. Ox və kaman ixtirasından əvvəl də ovçuluq var idi. Oddan istifadə edilməsi, oddan istifadə edilmək hər dövrdə olub, ortaya getməlidir. Əkinçiliyin meydana gəlməsi daş dövrüdür təbii ki. Əmək alətlərinin əsasən metaldan hazırlanması, məsələn, tunc metaldır və tunc dövrü ona görə adlanır ki, o dövrdə əmək alətləri əsasən tuncdan hazırlanır və o da gedir 2-yə. Onda belə olur, 1B, 1C, 1C, 2D, 3B. 3B, C cavabı doğru cavab olur. Davam edirik. İkinci sual, qədim Azərbaycan dövləti Manna. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yox, birinci yarısında yaranıb. Göyçə gölü yox, Urmiya gölü ətrafında yaranıb. Azərbaycanın şimal torpaqlarında yox, cənub torpaqlarında yaranan ilk dövlətdir. Sonra vilayət hakimlərinin üsyanları nəticəsində daha da güclənmişdi, xeyr, daha da zəifləmişdi. Dövrünün ən güclü dövlətlərindən biri ilə ittifaq bağlamışdı, bəli. Aşur dövləti ilə ittifaq bağlamışdı. Üçüncü sual Şirvanşahlar dövlətinə aiddir. Şeyx İbrahimin Qaraqoyunlulara məğlub olduğu əsrdə süqut uğraması xeyr, səhvdir. Çünki Şeyx İbrahim məsələsi 15-ci əsrdir, Qaraqoyunlulara məğlub olması məsələsi. Süqutu uğraması isə 16-cı əsrdir. Olmaz. Ümumiyyətlə, həm də Səfəvilər dövləti süqutu uğradıb Şirvanşahları, Qaraqoyunlular yox. Kürdən şimalda yaranan ilk dövlət olmuşdu. Xeyr, Kürdən şimalda yaranan ilk dövlət Albaniya dövlətidir. Dərbənd səddini və qala divarlarını tikdirə bilməz, çünki Albaniya dövründə artıq var idi Dərbənd səddi və qala divarları. 11-ci əsrdə Eldənzilərin tərkibinə daxil edilə bilməz, çünki Eldənzilər 12-ci əsrdə yaranıb. Bu da yanlış. Paytaxt Azərbaycan mühüm liman şəhərlərindən biri idi. Bəli, söhbət Bakıdan gedir. Bilirsiniz ki, Bakı Şirvanşahların paytaxt şəhərlərindən biri olub. Davam edirik 4-cü sualla. Uyğunsuzluğu müəyyən edin. Diqqətli olun, bu yeni bir sual tipidir. Bu sual tipini heç yerdə görməmisiniz və kifayət qədər çaşdırıcı bir sualdır. Deməli, 15-ci əsrdə Qaraqoyunlu ordusu Teymurilərin bir neçə yürüşünün qarşısını almışdı. Bəli, bu doğru ifadədir. Deməli, burada uyğunsuzluq yoxdur. Uyğun cümlədir, yəni. Doğrudur həm də. B-də uyğunsuzluq varmı? Yəni, B cümləsi yanlışdırmı, yoxsa doğrudurmu? Qara Yusif xristianlara hörmətlə yanaşdığı üçün onları bütün vergilərdən azad etmişdi. Əlbəttə ki, bütün vergilərdən azad edə bilməz, amma hörmətlə yanaşırdı. Bu yanlışdırmı? Bəli, bu yanlışdır. Burada da uyğunsuzluq yoxdur. C-də deyir ki, Qaraqoyunlu sarayında türk dilində ilk kitablar yazılmışdı. İlk kitablar yazıla bilməz, təbii ki, ondan əvvəl yazılıb. Bəli, Qaraqoyunlu sarayında Qara Yusifin göstərişi ilə türk dilində deməli, çoxlu sayda kitablar yazılıb və türk dili inkişaf etdirilib. Amma bu ilk kitablar deyil, təbii ki, bundan əvvəl də türk dilində kifayət qədər kitablar yazılıb. Məntiqlə, təbii ki, bu yanlışdır, amma biz burada buna doğru yazmışıq. Ona görə bu doğru deyil, bu yanlışdır və ona görə bu uyğunsuzluq budur. C cavabında uyğunsuzluq var. Cavab ona görə C olur. D-yə də baxaq. Cahanşah daxili çəkmələrin qarşısını almağa, sabitlik yaratmağa çalışırdımı? Bəli, bu doğrudur və doğru yazılıb. Möminə Xatun, iki dünyanın xidmətçisi, ən böyüklərin şərəflisi adlanırdı mı? Xeyr. Bilirsiniz ki, bu Canbəyəm Xatuna deyilirdi Qaraqoyunlularda və ona görə də burada zaten yanlış yazıldığına görə burada da uyğunsuzluq yoxdur. Deməli, doğru cavab C-dir. Davam edirik. Növbəti yeni bir sual tipimiz. Bu sual tipini də siz heç yerdə görə bilməzsiniz. İlk dəfə istifadə olunur. Ona görə diqqətlə qulaq asmanız lazımdır burada. Deməli, nə istəyir bizdən? Euler-Venn diaqramının uyğunluqlarını müəyyən edin. Fərqli bir Euler-Venn diaqramıdır. A, B, yəni A tərəf, sol tərəfdə Sacoğlu dövləti nəzərdə tutulur. B, sağ tərəfdə Eldənzilər dövləti nəzərdə tutulur. Deməli, A tərəfdə, yəni sol tərəfdəki dairədə 1, 2, yəni bundan ikisindən biri uyğun olmalıdır, düz olmalıdır və yaxud ikisi də ola bilər. B-nin altında isə, sağ tərəfdəki dairəcikdə isə 5-dən 6, ikisindən biri və yaxud ikisi də doğru ola bilər. 3-dən 4 isə hər ikisinə aid oxşarlıqdır. Biri də ola bilər düzgün, ikisi də düzgün ola bilər. Ona görə də belə deyək, burada bütün cavablar da düz ola bilər, yarısı da ola bilər, ikisi ola bilər, üçü ola bilər. Yəni ona görə də diqqətli olmalıyıq. Baxırıq birinci, Ərəb xilafətinin süqutu nəticəsində yaranması. Sacoğlular xilafətin süqutu yox, zəifləməsi nəticəsində yaranır. Deməli, bir cavab deyil. 1-ci minilliyin sonlarında meydana gəlməsi. Bəli, 9-cu əsrdə meydana gəlib, bu da 1-ci minilliyin sonları edir. Deməli, bu da cavab doğrudur. 2 doğrudur. Sonra B tərəfində baxırıq, Eldənzilərə aiddir. Arazdan şimalda yaranmışdı torpaqlarımızda. Arazdan şimalda yaranıb, bəli, Kül-Araz çarasında. Deməli, 5 doğrudur. Bəs yaxşı, ilk hökmdarı sultan titulu qəbul edib? Xeyr, ilk hökmdarı
Eldənizdir. Bilirsiniz ki, o da sultan titulu qəbul etməyib. Üçüncü hökmdarı, yəni kiçik oğlu olan Qızıl Arslan ilk dəfə sultan titulu qəbul edib. Deməli 6 yanlışdır. Və gəlirik ortada olan, oxşarlığı olan xüsusiyyətlərini tapmaq. Oğuz türkləri tərəfindən əsası qoyulmuşdu. Oğuz türkləri Eldəniz bilirik ki, Qıpçaqdır. Deməli 3 də yanlışdır. Və nəhayət 4-də deyir ki, böyük imperiyaların zəifləməsi nəticəsində yaranıb. Bəli, bu düzdür. Ona görə də burada cavab 2, 4, 5 olacaq. B cavabı doğru cavabdır. Davam edirik. 6-cı sual. Qara Yusifə aid aşağıdakı xüsusiyyətlərdən hansı nəticəni çıxartmaq olar? Deməli, bütün dinlərə hörmətlə yanaşırdı. 2. Xristian kilsəsini vergilərdən azad etmişdi. Bəli. Bundan hansı nəticəni əldə edirik? O, dini ayrı-seçkiliyi aradan qaldırmağa çalışırdı. Ona görə də burada cavab C-dir. Qaldı ki, digər cavabların izahına. Bəli, o ayrı-seçkilik etməyə çalışmırdı da. Yəni ki, xristianlara da hörmətlə yanaşırdı. Onların kilsəsindən belə vergiləri azad etmişdi. Bu onu göstərir ki, o ancaq müsəlmanlara üstünlük vermirdi. O digər dinlərə də hörmətlə yanaşırdı. Nəticəsini çıxartmaq lazımdır. Məsələn, A-da deyir ki, o dini dözümsüzlüyü ilə tanınmışdı. Xeyr, o tam tərsinə dözümlü idi. Dini dözümlülük deyirik ona. Yəni ki, başqa dinləri də qəbul etmək, onlara xoş münasibət bəsləmək var idi mi? Var idi. Deməli, bu ifadə yanlışdır. O yalnız müsəlmanlara üstünlük verirdi. Xeyr, əlbəttə yalnız, həm də yalnız ifadəsini hər zaman ehtiyatla yanaşırıq, bunu bilirsiniz. O bütün dinlərin fəaliyyətlərini qadağan etmişdi. Tamamilə yanlış. Çünki xristian kilsəsi varsa və onun hətta vergilərini azad edirsə, necə qadağan edə bilər? O vergiləri artırmaqla dini təsisatları zəiflətmişdi. Xeyr, o dini təsisatlar nədir? Elə kilsələr, məscidlərdir. Görürsünüz, kilsəni vergilərdən azad etməklə vergiləri artırmaq arasında fərq var təbii ki. O vergiləri artırmayıb, tam tərsinə vergiləri azad edib xristian kilsəsindən. Ona görə bu ifadələr yanlışdır. 7-ci suala gəlir. Yusif Sacıoğlu'nun fəaliyyətlərinə aiddir. Deməli, xəlifənin göstərişi ilə hər il ona göndərilən xəracı artıraraq xilafətə sədaqətini nümayiş etdirmiş. Tam tərsinə o vergi verməyi dayandırmaq istəyirdi və dayandırdı da. Və əsir düşənə qədər də mübarizə apardı. Bunu da bilirsiniz. Öz adından pul kəsdirməklə müstəqil dövlətçi siyasət artırmışdımı? Bəli, artırdı. Bunu da bilirsiniz ki, o dövrdə pul kəsdirmək müstəqillik əlaməti kimi ən böyük faktorlardan biridir. Dərbəndi və Şirvanşahlar dövlətini tabe etməklə Azərbaycan torpaqlarını birləşdirmişdi. Bəli, bunu da etmişdi və ilk Azərbaycanı birləşdirən hökmdar hesab olunur. Və 4-cü ifadə də yanlışdır, çünki xilafət ordusuna qalib gələrək özündən asılı hala salmışdı, tamamilə yanlışdır. Ona görə də 2, 3, Y cavabı doğru cavabdır. Gəlirik 8-ci suala, uşaqlar. Məntiqi uyğunsuzluğu tapın. Yəni burada yenə biz uyğunsuzluğu tapacağıq. Yeni gəlmişkən bu sualımızda ilk dəfə istifadə edilir. Yeni bir sual tipidir, heç yerdə görmədiyiniz bir sual tipidir və artıq 3-cü bir sual tipidir ki, bu testimizdə sizə təqdim olunur. Uyğunsuzluğu tapacaq. Deməli, daş dövrünə aiddir, olmalıdır ifadə. Amma hansı doğru olduğunu tapmalıyıq. Doğru olmadığını, tam tərsinə doğru olmadığını tapmalıyıq. Çünki görürsünüz, uyğunsuzluğu tapın deyir. Məntiqi uyğunsuzluğu tapın, yəni səhv olanı tapın. A-ya baxırıq, ox və kaman ixtirası ovçuluğun ön plana çıxmasına səbəb oldu mu? Bəli, burada doğrudur bu ifadə. İnsanların əkinçilik və maldarlıqla məşğul olması ilə istehsal təsərrüfatı formalaşdı mı? Bəli. Odu qorumaq bacarığı insanların şuurunun da inkişafına təsir göstərmişdimi? Bəli. İqlim dəyişiklikləri yeni əmək alətlərinin yaranmasına təsir göstərmişdimi? %100. Və D cavabı olacaq böyük. Baxırıq burada, odun əldə edilməsi ilk alətlərin meydana gəlməsinə səbəb olmuşdu mu? Xeyr. Çünki odun əldə edilməsi sonradan yeni əmək alətlərinin meydana gəlməsinə səbəb olur. Kitabımızda elə qeyd olunur ki, odun əldə edilməsi yeni alətlərin meydana gəlməsinə səbəb olur. İqlim dəyişiklikləri də eyni zamanda. Çünki insanlar ilk əmək alətlərini öyrənəndən sonra, hazırlayandan sonra odunla tanış olmalıdır. Xeyli müddət keçməlidir. Sonra odu əldə etməyə öyrənməlidir. Dolayısıyla odu əldə etməyə öyrənənə qədər artıq təbii ki, insan ilk alətlərdən artıq çoxdan istifadə edirdi. Burada bir məntiqsizlik var. Ona görə də cavab D-dir. Doğru cavabı seçirik və keçirik 9-cu suala. Bəli, bu da 4-cü artıq bu sınağımızda 4-cü bir yenilikdir, yeni bir sual tipidir. Bu ən çox xəta edilən, səhv edilən sualların başında gəlir və diqqətlə burada qulaq asın. Bu sualı necə çözmək lazımdır? Uyğunluğu müəyyən edin deyir. Memar Əcəmi görürsünüz və Nizami Gəncəvi. Və burada ox işarələri ilə görürsünüz ki, Memar Əcəminin bir xüsusiyyəti verilib. Möminə Xatun türbəsini inşa edib, Nizami Gəncəviyə də biri verilib, ədəbiyyat sahəsində fəaliyyət göstərib. 1, 2, 3-ü tapmalıyıq. 1 nədir? 1 ancaq Memar Əcəmiyə aid olmalıdır. 3 ancaq Nizami Gəncəviyə aid olmalıdır. 2 isə hər ikisinə aid olmalıdır. Ox işarəsi ilə görürsünüz, onu anlamalısınız ki, 2 hər ikisinin ortaq xüsusiyyəti olmalıdır. İndi baxırıq burada, Eldənizlər dövlətinin ilk paytaxtında çoxsaylı memarlıq nümunələri yaratmışdı.
Əlbəttə burada söhbət kimdən gedir? Burada deməli söhbət Memar Əcəmidən gedir ki, bəli, o Naxçıvanda çoxsaylı memarlıq nümunələri yaradıb. Misal üçün bu gedəcək 1-ə. Misal üçün nəyi nəzərdə tutur? Bura ya da A yazaq. Bu Möminə Xatun türbəsi, Yusif İbn Küseyr türbəsi və hətta digər abidələri də orada inşa edib. Sonra B-də deyir, Azərbaycan mədəniyyətinin intibah dövründə fəaliyyət göstərmişdir. Bəli, bu əslində nədir? Hər ikisinə aiddir. B orta, yəni 2-yə getməlidir, oxşar xüsusiyyətə. Naxçıvanda ilk memarlıq var. Burada diqqətli olması. Əlbəttə, Naxçıvanda ilk memarlıq abidəsini kim inşa edib? Biz onu bilmirik, bilə də bilmərik. Mümkün deyil o cavab tapmaq. Çünki Naxçıvan şəhəri nə vaxt salınıb? Eramızdan əvvəl orada ilk memarlıq binalarını, abidələrini kim inşa edib? Əlbəttə ki, biz bunu məntiqlə də mümkün deyil tapmaq və belə də faktiki olaraq da bunu heç kim deyə bilməz. Burada A ilə C-ni qarışdırmamaq lazımdır. Yəni bir var Naxçıvanda çoxsaylı memarlıq və yaxud memarlıq abidələri tikmək, bir də var ilk memarlıq abidələrini inşa etmək. Əlbəttə ki, ilk sözündən qaçacaq və doğru cavab ona görə A-dır. Yaradıcılığının xeyli hissəsi Atabəylər dövrünə təsadüf eləyir. Əslində bu da hər ikisinə aiddir. Yaradıcılığın deməli xeyli hissəsi Atabəylər dövrünə təsadüf edir. Deməli bu 2-yə getməlidir bu da. Və Şirvanşah Şeyx İbrahimin göstərişi ilə əsər yazmışdı. Bu heç birinə getmir. İndi burada nə aydın olur? Məsələn, əslində B ilə D 2-yə də gedə bilər. Düzdür? Və 1-ə də gedə bilər, 3-ə də gedə bilər. Belə baxanda. Amma biz bunu uyğunluq şəklində müəyyənləşdirəcəyik ki, uyğun olsun. Ona görə də biz baxırıq ki, 1 nə ilə başlamalıdır? 1 olmalıdır A. 1 A varmı? Var. Sonra 2 olmalıdır D və B. D də var, B də var. Düzdür? Amma 3Y olduğuna görə görürsünüz Y cavabı yanlışdır. Deməli burada cavab nə olacaq? Burada cavab C olacaq. Belə ki, bəli 1-ə A uyğun gəlirmi? Gəlir. 2-yə, yəni bu D dediyim burada uyğun gəlir də. Burada uyğun gələ bilər, burada uyğun gələ bilər əslində. B ilə D. Amma biz onu dediyimiz kimi cavabı uyğunlaşdırmalıyıq. Ona görə də 1A görürsüz, düzdür, düzdür. 2B, yəni ki, hər ikisi intibah dövründə fəaliyyət göstərmi, bəli. Və 3 Nizami də eyni zamanda yaradıcılığın xeyli hissəsi Atabəylər dövründə təsadüf edirmi? Bəli, bunu da inkar edə bilmərik. Yəni D də 3-ə uyğun gəldiyi üçün biz bir daha deyirəm C cavabını seçməliyik. Biraz mürəkkəb və çətin sualdır, ona görə də diqqətli olmaq lazımdır. Keçirik 10-cu suala. Uyğunluq pozulub. Azərbaycan şəhərləri Teymurilərin yürüşünə məruz qalmışdı. Bəli, Şəmsəddin Eldənziyevin Azərbaycan dövləti yaratmışdı. Bəli, Qızıl Arslan intibah dövründə hakimiyyətdə olub. Ağqoyunlu dövləti Baharlı dövlətinə qarşı Şirvanşahlarla ittifaq yaratmışdı. Ağqoyunlu dövləti Baharlı dövlətinə qarşı. Ağqoyunlu dövləti Baharlı dövləti süqut edəndən sonra yarandığına görə burada uyğunluq pozulub. Naxçıvan 12-ci əsrdə paytaxt şəhəri idimi? Bəli. Deməli cavab burada D-dir. 14-cü suala gəlirik. 11-ci suala gəlirik. Deməli, mətn sualıdır. Mətndə 1410-cu ildə Azərbaycan cənubunda dövlət yaranmışdı Baharlılar nəsli tərəfindən. Qurucusu Qara Yusif, paytaxtı Təbriz və s. Bu ifadələrin hamısı biz görürük ki, Qaraqoyunlular haqqındadır və mətnə əsasən aşağıdakı nəticələrdən hansını çıxarmaq olar? Dövlətin iqtisadi gücü əsasən ticarət və sənətkarlığa söykənirdi. Xeyli bilirsiniz ki, köçəri maldarlığa dayanırdı ən çox. Ona görə də zaten bayraqlarının təsvirindən də onu anlamaq olur. Dövlətin siyasi birliyi yalnız şəhər əhalisini dəstəkləmək möhkəmləmişdir. Xeyr, təbii ki olmaz. Bu yalnız ifadələrlə qaçırıq hər zaman. Dövlətin simvolik və iqtisadi dayaqları onun əsas etibarilə köçəri həyat tərzi ilə bağlı idi. Yəni köçəri həyat tərzi sürən insanlar həm onun dövlət simvolikasında, yəni bayrağında öz əksini tapır, həm də iqtisadi dayağı kimi rol oynayır. Çünki burada yazır ki, dövlətin bayrağına qaraqoz təsviri yerləşdirilmişdi. Bu da həm dövlətin adını, həm də onun sosial-iqtisadi əsasını simvolizə edirdi. Deməli, buradan bu nəticəni çıxardırıq və zaten köçəri həyat tərzi sürən köçəri həyat tərzi sürən, maldarlıqla məşğul olan tayfaların nümayəndələri tərəfindən ordusu təşkil olunurdu. Həm Qaraqoyunluda, həm də Ağqoyunluda. Ona görə də köçəri həyat tərzi sürən insanlar, biz buna nə deyirik? Köçəri maldarlıqla məşğul olanlar həm Qaraqoyunluda da, həm də Ağqoyunluda da mühüm yer tuturdular. Dövlətin yaranması dini birləşmələrin təsiri mümkün olmuşdu? Xeyr. Türk tayfaların birləşməsi idi. Dövlətin paytaxtı Van Gölü hövzəsində yerləşirdi? Xeyr. O bəyliyin paytaxtı idi, mərkəzi idi. Dövlətin paytaxtı bilirsiniz ki, Təbrizdə yerləşirdi, yəni Urmiya gölünün hövzəsində. Gəlir 12-ci suala. Sacıoğlular və Baharlılar müqayisəsi. Bağdadı öz tərkibinə qatmışdı. Bu deməli Baharlılardır. Qara dənizə birbaşa çıxışının olması, Qara dənizə çıxışının heç birinin çıxışı yox idi. Araz çayının şimaldakı torpaqlarda yaranması bu heç biridir. Şirvanşahlar dövləti ilə bir müddət hala salması bu hər ikisinə aiddir.
və paytaxtın dəyişdirilməsi. Bilirsiniz ki, Baharlının bir paytaxtı olub Təbriz, amma Sacıoğulların paytaxtı öncə Marağa, sonra Ərdəbil olduğuna görə dəyişdirilmiş sayılır. Y də bura gedir. 1Y, 2A, 3D. D cavabı doğru cavabdır. 13-cü suala gəlirik. Birinci minillikdə Azərbaycanda, yəni birinci minillik nədir? 1-ci əsrdən 10-cu əsrə qədər. Yad dilli əsarəti var idi mi? Var idi. Ərəblərin əsarəti 7-9-cu əsrlər. İslam dini yarandı mı? Yarandı, amma Azərbaycanda yox. Yayıldı olsaydı götürərdik. Türk mənşəli sülalə yeni dövlət yaratdı. Bəli, Sacilər dövlət yaratdı 9-cu əsrdə. Bunu da götürürük. Və Ərəb xilafəti meydana gəldi. Bəli, yarandı, amma Azərbaycanda yox. Burada Azərbaycanda ifadəsinə fikir verəcəyik. Türk dili ortaq ünsiyyət vasitəsində çevrildi. Xeyr. Çünki bu 11-ci əsrdən başlayır. Bu da artıq 2-ci minillikdir. Deməli, burada cavab 1-3 C cavabıdır. 14-cü suala baxırıq. Həsən Padşahın hakimiyyət dövrünə aid deyil. Padşahı burada görürük və onun hakimiyyət illərini götürməliyik. Yəni Həsən bəyin etdikləri yox, Həsən Padşahın etdiklərini nəzərdə tutaraq, deməli, padşahın dövrünə aid olmasın. Dövlətdə qanun yaratmaq üçün qanunnamə qəbul edib, sənətkarlıq ticarəti inkişaf edib, köçəri mallarla məşğul olan əhali daha az vergi ödəyirdi, doğru. Süvari qoşunların əsas hissəsini köçəri maldarlardan, tərəkəmlərdən toplanan qoşun təşkil edirdi, doğru. Vergilərin miqdarı artırılmaqla dövlətin gəlirləri xeyli artmışdı. Tam tərsinə, bir çox vergilərin miqdarını azaltmışdı. Hətta özbaşına vilayət hakimlərinin özbaşınalıq edərək əlavə təyin etdikləri vergiləri belə ləğv etmişdi. Ona görə cavab burada Y-dir. Davam edirik 15-ci sual. Aşağıdakılardan hansı Şirvanşahlar dövləti haqqında yanlış məlumatdır? Şirvanşahlar haqqında. Şirvanşahlar dövləti 9-cu əsrdə Azərbaycan şimal torpağında yaranmışdı. Doğrudur. 10-cu yüzillikdə Sacıoğulları dövlətini özündən asala salmışdı. Xeyr. Tam tərsinə Sacıoğlu dövlətinə asala düşmüşdü. Ona görə də burada elə yanlış ifadədir. Qalan hamısı doğrudur. Davam edirik. 16-cı sual. Hadisə nəticə əlaqələrinə baxırıq. Bu da çətin sualdır. Ağqoyunlu dövlətin yaranması nəticəsində Dərbənddən İran körfəzinə qədər əraziləri birləşdirmişdimi? Xeyr. Bilirik ki, Ağqoyunlular Şirvanşahlarla dost və müttəfiq olub. Ona görə də onu özünə tabe eləməyib. Ona görə də Dərbəndi də tabe edə bilməz. Onun ərazisi Kürdən başlayır. Kürdən cənuba doğru, yəni İran körfəzinə qədər. Deməli, bu doğru deyil. İslam dininin Azərbaycanın yayılması nəticəsində xalqımızın formalaşması müsbət təsir etdimi? Bəli. Biri budur. Ərəb xilafətinin tənəzzülü uşaqlar zəifləmək deməkdir. Xilafətin zəifləməsi nəticəsində qədim dövlətçi ənənələrimiz bərpa olundu mu? Bəli. Bu da doğru ifadədir. Və 4 Səlcuqların Azərbaycanı fəth etməsi 11-ci əsrdə ölkəmizin müdafiə qabiliyyətini daha da çətinləşdirdi, yoxsa daha da asanlaşdırdı? Əlbəttə asanlaşdırdı. Bu da səhvdir. 2-3, yəni B cavabı doğru cavabdır. 17-ci suala gəlirik. Eramızdan əvvələ aid olan ifadələri seçin. İnsanların ilk məşğuliyyət sahəsi olaraq ovçuluqla məşğul olması doğru. Xristianlıq dini ola bilməz. O eramızın əvvəllərində yaranıb. Eramızdan əvvəl yox. Müxtəlif metallardan bəzək əşyaları hazırlanırdı. Urmiya gölü ətrafında tayfalar təbii ki məskunlaşıb. Albaniya dövlətinin paytaxtı orta əsrlərdə 5-ci əsrdə dəyişdirilib. Bunu da çıxırıq. 1, 3, 4 A cavabı doğru cavabdır. Gəlir 18-ci suala. Daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Eldənzilər dövləti 12-ci əsrdə yaranıb. Qaraqoyunlu dövləti 15-ci əsrin birinci yarısında yaranıb. Sacıoğullar dövlətinin yaranması 9-cu əsrin sonlarıdır. Şirvanşahlar dövlətinin yaranması 9-cu əsrin ortalarıdır. Bəz qalasının Afşin tərəfindən tutulması 837-ci ildir. Düzdür, bu da 9-cu əsrin ortaları olsa da, əlbəttə ki, Bəz qalası tutulandan sonra xilafət zəifləməlidir ki, Şirvanşahlar dövləti yaransın. Əlbəttə, burada biz əvvəl hadisə olaraq eyni götürməliyik. Gəldik 19-a. Eldənzilər dövləti mövcudluğu dövrünə uyğun gələn neçə hadisə verilmişdir? Eldənzilər dövlətinin mövcudluğu, yəni 1136-dan başlayaraq 1136-dan əvvəlki hadisələri götürə bilmərik. Sonrakılar olar. Yəni Eldəniz aranı hakim təyin ediləndən sonra. Ondan əvvəlki hadisələr Eldənzilər dövləti təbii ki yox idi. Məsələn, Səlcuq şahzadəsi Arslan Şaha təbəyə təyin edilməsi Eldənizin. Bu dövlət yaranmadan əvvəl idi. Deməli bu olmaz. İraq Səlcuq sultanlığının yaranması bu da olmaz. Çünki Eldəniz qul ikən alınıb İraq Səlcuq sultanlığında yetişdirilib. Orada da verilir məlumat. Hər halda o sultanlıq da Eldənizlər dövlətindən əvvəl yaranıb. Məntiqdən də baxsaq. Möminə xatun türbəsi inşa edilib, bəli. Qızıl Arslan sultan titulu götürüb, bəli. Naxçıvanda ilk memarlıq abidəsinin tikilməsi. Bu da görürsünüz, yenə burada ilk söz olduğuna görə olmaz. Deməli, burada neçə uyğun gələn hadisə var? 2 dənə uyğun gələn hadisə var. Ona görə cavab D-dir. Davam edirik. 20-ci sual, xəritə sualıdır. Paytaxtı 5 rəqəmi ilə işarələnmiş dövlətimizə aid olan doğru ifadəni müəyyən edin. 5 ilə işarələnmiş, bilirik ki, bu Marağa şəhəridir və yaxud Qazaka İzrit ola bilər, amma baxırıq ki, burada söhbət orta əsrlərdən gedir. Ona görə
Atropatena və Mannanı çıxırıq. Qalır burada Sacilər dövləti, paytaxtı Marağa. Deməli biz Sacilər dövlətinə aid doğru ifadələri tapmalıyıq. Arazdan şimalda yaranan ilk dövlət deyil. Deməli o Albaniyadır. Ərəb xilafətinin süqutu uğratmışdı. Xeyr, ola bilməz. Hökmdarlarından biri Afşin ləqəbi daşıyan Heydər Çavuşoğlu ola bilməz. Bir müddət Tiflis şəhərini tabe etmişdi, bəli. Cavab budur. Hökmdarı Xürrəmlər hərəkatının yatırılmasına iştirak etmişdi, əlbəttə ki, xeyr. Yusif Sacıoğlu'nun Xürrəmlərlə heç bir əlaqəsi yoxdur. Gəldik 21-ci suala. Baharlı dövləti Eldənizlər dövlətdən fərqli olaraq Baharlı dövləti Kürd çayına şimalda yaranmışdı, xeyr. Araz çayının cənubdakı torpaqlarda meydana gəlmişdi, bəli. Çünki Eldənizlər Arazdan şimalda yaranıb. Açıq suallara gəlirik. 22-ci sual. Baharlı dövləti ilə Bayandurlu dövlətinə də oxşarlıqlar. Osmanlı dövləti ilə həmsərhəd olub, hər ikisi doğru. Oğuz türklərinin qurduğu dövlət olması doğru. 16-cı yüzillikdə süquta uğraması yanlış. Bu ancaq Bayandurluya aiddir. Ərazisində Göyçə gölünün olması bu doğru. Hər ikisində olub. Kiçik Asiya arasında yaranması heç birinə aiddir. Bu bəyliklərə aiddir. Burada dövlət deyil. Ona görə cavab 1-2-4-dür. Davam edir 23-cü sual. Şirvanşahlar dövləti ilə Sacilər dövlətinə aid oxşarlıq deyil. Deməli, Araz çayının şimalda yaranmaq, bəli, biri şimalda, biri cənubda yaranıb, oxşarlıq deyil. Deməli, paytaxt şəhərinin liman şəhər olması, bu ancaq Şirvanşahlara aiddir. Deməli, oxşarlıq deyil, bəli, deməli, bu oxşarlıq deyil. Bunu da yazırıq. Ərəb xilafəti ilə eyni əsrdə mövcud olmaq hər ikisinə aiddir, bu oxşarlıqdır, çıxırıq. Dərbənd qalasını tabe etmək ikisinə də aiddir. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmaq ikisinə də aiddir, oxşarlıqdır. Yəni, oxşarlıq deyil, 1-dən 2. 24-cü suala gəlirik. Qanunnamənin qəbul edilməsi Həsən Padşah tərəfindəndir. Rüstəm Padşahın hakimiyyətə gəlməsi ondan sonradır. Ağqoyunlular tərəfindən Azərbaycan taxtı adından şəhərlərə keçirilməsi də dövlətin yaranması deməkdir. Deməli, birinci Ağqoyunlu dövlətini yaradacaq, sonra qanunnaməni qəbul edəcəyik Həsən Padşahın adından və daha sonra da Rüstəm Padşah gələcək hakimiyyətə. 3-1-2. Və nəhayət sonuncu sualımıza gəlirik. Azərbaycan 15-ci yüzillikdə uyğunluğu müəyyən etməliyik və bunu unutmayın, 15-ci əsr olmalıdır. Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti və hər iki dövlətə aid oxşarlıqdır. Bir müddət Tiflis şəhərinin tabe etməsi bilirik ki, bu Ağqoyunludur və özü də 15-ci əsrdə olub. Bunu götürürük. A-nı götürürük 2-yə. Şirvanşahların asıl hala salınması bu bilirik ki, Qaraqoyunlulara aiddir. Qalibiyyətli müharibələr nəticəsində yaranmaq hər ikisinə aiddir. Azərbaycanı vahid dövlət halına birləşdirmək heç birinə aid deyil. Şərqdə Osmanlı ilə yox, qərbdə Osmanlı ilə hər ikisi həmsərhəd olub. Amma burada şərq yazıldığına görə təbii ki, səhvdir. Deməli, bunu da çıxdıq və nə oldu? 1 oldu B, 2 oldu A və 3 oldu C.